Bu öz yerində, amma bu şəxs və bunun əsl məqamı bütün azadə müsəlmanlara aiddir. Yəni, hətta şiədən də kənara olan müsəlmanlara. Amma azadə qeydin vurmaqda məqsədim nədir, Azər müəllim? Buna xatirdir ki, mümkündür hətta şiə olsun, ağamız onun rəhbəri olmasın. Amma mümkündür sünni olsun, ağamız onun rəhbəri olsun. O deməkdir. Yəni, bu azadə müsəlmanların, qul müsəlmanların yox, azadə müsəlmanların rəhbəri idi. Əlbəttə bir rəhbər kimi bütün dünya məzlumlarına ürək yandırırdı. Amma həqiqətən bunu rəhbər kimi qəbul edənlər azadə müsəlmanlar idi. Bunu demək istəyirəm. Hətta bizim xəbərimiz var ki, qeyri-müsəlmanlardan da ağanı rəhbər kimi özləri üçün qaid bilirdilər, rəhbər bilirdilər, böyük bilirdilər. Deyirlər, görürük küçələrə tökülüşürlər, Bəli. hiss olunur. Qeyri-müsəlmanlar. Bəli. Ona görə mən bunu bütün azadə insanlara başsağlığı deyirəm. Başınız sağ olsun. Amma qəlbimiz aramdır buna xatir ki, bu ağanın, Azər müəllim, tanıyanlar tanıyır, tanımayanlar inanmıram tanımasınlar. Amma az tanıyanlar daha dəqiq tanıyacaqlar. Bu ağanın şəhadətdən aşağı ölümü ona yaraşmırdı. Nə üçün? Bu şəxs İslam inqilabının əvvəlindən, yəni o binövrələrindən cihad meydanında olub. Mübariz şəxs olub. Oxuyun bu şəxsin barəsində. Düzdür, mehribandır. Amma əşid, Peyğəmbər necədir? Əşiddəu aləl kuffar və ruhamau beynəkum. Peyğəmbər sallallahu aleyhi ve sellem möminlərin içində bəşşaş idi, üzücülər idi, mehriban idi. Amma düşməninə qarşı möhkəm, əşidda, şiddətli.